Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin daha irəli aparılması üçün heç bir əngəl yoxdur. Hər şeydən öncə onu qeyd etməliyik ki, bu iki ölkə arasında demək olar ki, heç vaxt qarşıdurma, ziddiyyət, bir-birinə tərs düşən addımlar olmayıb. Ümumiyyətlə belə hallar müşahidə edilməyib. Digər tərəfdən də hər iki dövlət müstəqilliyini yeni qazanmış dövlətlərdəndir. Yəni bilirsiniz ki, Şimali Makedoniya Yugoslaviya Federasiyasının tərkibində idi. Azərbaycan Respublikası da SSR adı altında Rusiyanın nəzarətində idi. Yəni bütün bunlar olub və biz bu son illiklərdə müstəqillik qazanmış dövlətlərik və təbiidir ki, bir-birimizə həm dəstək olmalıyıq, həm də bir-birimizdən öyrənməliyik. Bizim üçün ən önəmli olan faktorlardan biri də Şimali Makedoniyada yetərincə fəal türk diasporunun, diaspor da demək olmaz, onlar əslinə qalanda orada sadəcə olaraq yerli xalqlar, türklərin olmasıdır. Yəni istər dövlət qurumlarında, istər parlamentdə, istərsə də ölkənin ictimai həyatında türklər çox fəaldırlar və üstəlik də həmin türklər Azərbaycan Respublikası ilə əlaqələrə çox ehtiyac duyurlar. Bizim orada dostlarımız da var. Misal üçün elə parlamentdə təmsil olunan Enes İbrahim kifayət qədər siyasi cəhətdən fəal insandır. Yəni həm ölkə içində tanınır, həm ölkədən kənarda yaxşı tanınır və əlbəttə ki, Azərbaycanla çox gözəl əlaqələri var yeri gəlmişkən. Yəni bu cür adamların əlbəttə ki, iki dövlət arasında münasibətlərin daha yaxşı olmasını arzulamasından təbii bir şey yoxdur. Üstəlik də Şimali Makedoniya böyük Türk coğrafiyasının bir parçasıdır. Yəni tarixi Türk coğrafiyasının. Osmanlı İmperiyasının tərkibində olub, orada Türk mirası indi də var. Bayaq qeyd etdiyim kimi türklər ora hardansa gəlmə deyirlər. 100 illərdir orada türklər yaşayır. Üstəlik Türk mirası var və bizim ümumiyyətlə ortaqlaşa biləcəyimiz çox şeylər var Şimali Makedoniyada. O baxımdan Azərbaycanla bu ölkə arasında münasibətlərin daha üst səviyyəyə daşınması əlbəttə bizim üçün vacibdir. Görürsünüz Azərbaycan prezidenti həmin dövlətə, onun rəhbərinə nə qədər sayğı göstərir və ümumiyyətlə o cür dövlətlərin müstəqillik yolunda inamla addımlamasına Azərbaycanın özü də daim töhfə verib verməyə də davam edəcək. Yəni bu baxımdan düşünürəm ki, qarşılıqlı əlaqələrimizin daha da irəli aparılması hər iki dövlətin faydasına olacaq. Bizim üçünsə dediyim kimi ən önəmlisi orada həm də bir Türk toplumunun olmasıdır ki, həmin toplum sadəcə olaraq Şimali Makedoniya vətəndaşı olmaqla qalmır, Avropanın bir parçasıdırlar. Onlar həm də bizim səsimizdirlər, bizim üçün faydalı işlər görə biləcək bir toplumdur. Yəni görürsünüz, birlikdə görə biləcəyimiz işlər az deyil.